Salam, bugün biz üfüqün cəhətləri, azimut və nisbi hündürlük, horizontallar mövzusunun A qrup test tapşırıqlarının izahına baxacağıq. Birinci testə baxaq. Turistlər cənub istiqamətdə 10 kilometr getdikdən sonra. Bu tip testlərdə hissə-hissə hamısını yazmalıyıq. Baxın, birinci deyir ki, cənub istiqamətdə 10 kilometr. Bildik ki, cənubun istiqaməti belədir. Yanına yazaq 10 yazaq, 10 kilometrdir. Sonra 90 dərəcə azimut. Bilməliyik ki, 90 dərəcə şərqi bildirir. Şərqdə baxın belədir. Oxun istiqaməti bu tərəfədir. Onu da yazaq 10 kilometr. Yol getdilər. Onlar ilkin məntəqəyə ən qısa yolla hansı istiqamət və azimutla qayıtmalıdırlar. Deməli, turistin çatdığı, hal-hazırda çatdığı yer buradır. Və ilkin məntəqədə, baxın burada, X qoyuram bura. Buradan, bu hissədən X-a doğru bir xətt aparmalıyıq. Bu istiqamətdə ən qısa yolla çata bilərlər və bu istiqamətdə haranı bildirir? Təbii ki, şimal-qərbi bildirir və onun da dərəcəsi 315 dərəcədir. C variantı. İkinci suala baxaq. 45 dərəcə azimutla 2 kilometr hərəkət edən turistlər. 45 dərəcənin azimutu bildik ki, belədir. 45 dərəcə şimal-şərqdir. Baxın, bunu belə yadımızda saxlayaq. Bu şimaldır, bu da şərqdir. Bunların ortası həm şimal olmalıdır, həm də şərq. Deməli, şimal-şərqdir. Bu istiqamət şimal-şərqidir. Əlavə oxları silək. 2 kilometr hərəkət edib ən qısa yolla. Ən qısa yol deyirsə, getdiyi yolu qayıtmalıdır. Baxın, belə gedibsə, belə qayıtmalıdır, əksinə. Bu da haranı bildirir, bu da cənub-qərbi bildirir. C variantı. Üçüncü suala baxaq. Azimut bucağı 180 dərəcədən böyük olan üfüqün aralıq cəhətlərini müəyyən edin. Üfüqün aralıq cəhətləri hansıdır? Deməli, baxın, bunlar üfüqün əsas cəhətləridir. Bu şimaldır, bu cənubdur, bu şərqdir, bu da qərbdir. Aralıq cəhətləri bəs hansıdır? Baxın, bunların arasında şimal-şərq, cənub-şərq, cənub-qərb, şimal-qərb. Bunlar üfüqün aralıq cəhətləridir. Və bizdən də 180 dərəcədən böyük olanları soruşur. Şimal-şərq bilirik ki, 45-dir, cənub-şərq 135, cənub-qərb 225, şimal-qərb 315 dərəcədir. Böyük olanları soruşur. Təbii ki, cənub-qərb və şimal-qərb daha böyükdür 180. Çünki cənub 180-dir. Bu istiqamətdə artır. Deməli, 180-dən solda olanları götürürük. Solda olanlar hansılar oldu? Cənub-qərb və şimal-qərb. Variant olaraq da D variantıdır. Daha sonra üfüqün əsas cəhətləri də 90 dərəcə, 270 dərəcə, 180 dərəcə, 360 dərəcə. Bu da D variantıdır. Bildik ki, şimal istiqamət 0, 360-dır, şərq 90, cənubu 180 yazmışıq, qərbdə 270 dərəcədir. Bu cəhətləri əzbər bilməlisiniz. Daha sonra 5-ci suala baxaq. 135 dərəcəli azimutla. 135 dərəcə, baxın, bu istiqamətdir. İstəyirəm. 135 dərəcə bu istiqamətdir. Azimutla 3 kilometr hərəkət edən səyyahlar əvvəlki məntəqəyə ən qısa yolla hansı azimut və istiqamətlə qayıtmalıdır? Bu sualda bayaqki yola demək olar ki, enlik təşkil edir. Bu sualda da hansı yolla gəlibsə, o yolla qayıtmalıdır əks istiqamətdə. Deməli, bu da B variantı eləyir. 315 dərəcə şimal-qərb. Ən qısa yol deyirsə, gəldiyi istiqamətdə də geri dönməlidir. Daha sonra 6-cı sualda cənub-şərq bildik ki, 135 dərəcədir. Daha çətin
Deməli, 8-ə baxaq. Azimut bucağı 135 dərəcə olarsa, geriyə hansı azimutla hərəkət etməliyik? Bunu bir qayda olaraq yadımızda saxlayaq ki, əgər bizə verilən azimut bucağı 180 dərəcədən 2 hal ola bilər. Bir böyük ola bilər, bir də kiçik ola bilər. Kiçik olan halında biz kiçiyin üzərinə, x-in üzərinə 180 gəlməliyik. Görürük ki, çıxa bilmiriksə 180 üzərinə gəlməliyik və geriyə qayıtma azimutu tapa bilərik burada. Yox, əgər görürük ki, məsələn, bizə verilib 300 dərəcə verilib və geriyə soruşur. Onda biz 180 dərəcədən böyük olduğu halda, baxın, ikinci halda. Onda biz x-dan 180-i çıxmalıyıq. Məsələn, artıq 181 dərəcə veribsə bizə, geriyə qayıtmağımızı soruşursa, 181-dən biz 180-i çıxmalıyıq. Yox, əgər kiçikdirsə, məsələn, 1 dərəcə veribsə, biz görürük ki, çıxa bilmirik də 180-i. Onda 1-in üzərinə 180 gəlməliyik. Eləyir 181. Burada bizdən verib 175 dərəcə. Təbii ki, bilirik ki, 175 180-dən kiçikdir. Ona görə də 175-in üzərinə biz 180-i gəlməliyik. Cavab eləyir A variantı. 355 dərəcə. Daha sonra 9-cu suala baxaq. 85 dərəcə azimutla 3.5 km hərəkət edən müşahidəçi. Aha, 85 dərəcə verib, bilirik ki, 85 də 180-dən kiçikdir. Ona görə də üstünə gəlməliyik 180-i, 85-in üstünə 180 gələndə eləyir 265 dərəcə. Daha sonra 22-də də, 14-də də deməli, burada da eyni qayda ilə 22.5-in üzərinə gəldik 180-i. 22.5 bildik ki, baxın, şimal-şərq buradır. Şimal-şərq. Şimal-şərq. Burada şimaldır. Şimal 0-dır, şimal-şərq 45-dir. Bunların arası 22.5 dərəcə eləyir. 0 ilə 45-in arası, yarısı 45-i 2-yə bölündük, 22.5 eləyir. Deməli, 22.5 nədir? Şimal, şərqdir. Bizdən əks istiqaməti soruşursa, hamısının əksi olanı götürürük. Baxın, cənub, şimalın əksi cənubdur, şimalın əksi cənubdur, şərqin əksi qərbdir. Olur, nə olur? Cənub, qərb. 14 B variantı olur. Gəldik 15-ci suala. Kəsmə yüksəkliyi 20 metr olan sxemdə M məntəqəsinin mütləq hündürlüyünü tapın. Bildik ki, horizontallar müəyyən ardıcıllıqla artır və yaxud da azalır, təpə və yüksəklikdən asılı olaraq. Burada verib kəsmə yüksəkliyi bizə 20 metr verib. Bu halda biz həm bir-bir artıra da bilərik, həm də boşluq üsulundan da istifadə edə bilərik. Gəlin hər iki üsula baxaq. Deməli, 1, 2, 4. 4 horizontal veririk. Görürük ki, berqışdırıqlar çölə doğrudur. Bu bildik ki, təpədir. Təpədir. İçəri doğru olsaydı nə olacaqdı? Çökəklik olacaqdı. Kənarın horizontalını verib 60-dır. İndi bizdən N nöqtəsini soruşur. N buradadır. Kəsmə yüksəkliyi 20 verilibsə və yuxarı doğru gözümüzün qabağına gətirək ki, təpədə təbii ki, ən hündür zirvə, baxın, bura olur. Yuxarı doğru artır. Ona görə də 60-dan da 20 artır getməli. Çünki kəsmə yüksəkliyi 20-dir. 20 artıra gedək. 80, 100, 120. Bu birinci üsuldur. İkinci üsula baxaq. Əgər horizontallar çox olsa, artıq bizim bir-bir yazmağımız bizə zaman itkisi ola bilər. Ona görə də gəlin ikinci üsula baxaq. M və bizə verilən 60 arasında nə qədər boşluq olduğunu hesablayaq. Görürük ki, ikinci üsuldur bu. 3 dənə boşluq var. Bu 3 boşluqların sayını biz kəsmə yüksəkliyə vuraq. 20. O da eləyir 60. Bu 60 nədir?
Bu 60 o deməkdir ki, en və kənar, yəni rəqəm verilən horizontal arasında 60 fərq var. Deməli biz en kənardakı horizontaldan bu qədər böyükdür. Yəni 60-ın üzərinə biz 60-ı gəlməliyik. Cavab eləyir 120. Bu çökəklik də ola bilərdi. Məsələn, bunu çökəklik kimi təsəvvür eləyək. Artıq onda biz 60-dan 60-ı çıxacaqdıq. En olacaqda 0. Çökəklikdə bildik ki, burada deməli, çökəkliyin ən dərin nöqtəsi, baxın, burada yerləşir. Çökəklik olsaydı əgər, bu berqışdırıqlar içəri doğru olacaqdı. Bizdən çölə doğru veribsə, bu təpədir. Təpədə də bu istiqamətdə rəqəmlər artmalıdır. Ona görə də 60-ın üzərinə 60 gəldi, eləyir 120. D variantı düzgün cavabdır. Daha sonra 16-ya baxaq. 16-da kəsmə yüksəkliyin 25 metr olduğu sxemdə. Burada biz, bir də çəkək bunu, 4 dənə horizontal verilib. 1, 2, 3, 4. Ortaya 17 verilib. Baxın, fikir verin, berqışdırıqlar içəri doğrudur. İçəri doğru olanda çökəklik olur. Deməli, bu relyef vahidinin ən alçaq nöqtəsi 17 verilib bizə. Ən alçaq budur. Kənarlar yəni daha çox olmalıdır. A-nı deməli bu horizontalda verilib. A. Aha, A nöqtəsinin mütləq hündürlüyünü soruşur. Burada bizdən deməli düşünməliyik ki, buranı daha səliqəli formada yazaq. 17. Düşünməliyik ki, 17-dən böyük 25-ə bölünən ilk ədəd hansıdır? 17-dən böyük olsun və 25-ə bölünsün. Çünki kəsmə yüksəklik 25-dir. Yəni bu horizontalların hamısının rəqəmləri 25-ə bölünən olmalıdır. Və ən dərin nöqtə 17-dir. Bu 17-nin kənarındakı horizontalın ədədi. Elə ədəd olmalıdır ki, kəsmə yüksəkliyi olan 25-ə bölünməlidir. Təbii ki, bu bilirik ki, 25 eləyir. 25. Daha sonra 25-dən sonra 25 artır. A nöqtəsi neçə eləyir? Təbii ki, 50 eləyir. Kənara doğru arta gedirik. 75. Məsələn, bizdən burada S nöqtəsi verilə bilər ki, S-ni tapın. S təbii ki, eləyir 100. Çünki 25 artır.